kaş bu hadisə olmamış olaydı. Orada bizim 20 qardaşımız şəhid oldu. Türkiyənin ağrısı Azərbaycanın ağrısıdır. Nə Azərbaycanda bir negativ hadisənin baş verməsin Türkiyə istəməz, nə biz istəmərik. Və bu hadisə oldu. Üstəlik də bizim o möhtəşəm zəfər paradından sonra bu hadisənin olması biraz da bizim hüznümüzü, kədərimizi artırdı. Ki bizim qardaşlarımız Azərbaycandan dönəndə bu faciəvi qəza ilə qarşılaşdılar. Amma bir şeyi mən tərəfdarıyam ki, Çinarə xanım, müvafiq dövlət institutları hansısa bir qənaəti rəsmən elan etməzdən öncə heç bir konspiroloji nəzəriyyə danışılmasın. Xüsusilə informasiya cəhbəsində. Bizdə bir huy var, bir xasiyyət vardır. Biz ağızdan ağıza danışılan şeyləri dərhal tirajlayarıq. Bir hadisə baş verdi mi, hər kəs ona mütəxəssis kimi rəy verməyə çalışar. 2024-cü ilin dekabr ayında Qrozno səmasında vurulan bizim sərnişin təyyarəmizin ekipajı, pilotlar bütün dünyaya göstərmədilərmi ki, Azərbaycanda necə yüksək səviyyəli mütəxəssislər vardır. Bizim dövlətimiz var, dövlətin müvafiq institutları vardır. Yəni bizim pilotlar bütün dünyanın gözü qarşısında göstərdilər ki, Azərbaycanın dövlət institutlarında yüksək səviyyəli mütəxəssislər çalışırlar. Və biz qardaş Türkiyənin, Azərbaycanın müvafiq dövlət qurumlarının verəcəyi qənaətdən sonra fikir söyləməliyik. Amma indi konspiroloji nəzəriyyələr ortaya çıxacaqdır. Türkiyə-Azərbaycan münasibətlərinə ləkə salmaq istəyən qüvvələr hər zaman tətikdədirlər. Mütləq bu əfsanələri danışacaqlar. Amma bu texniki bir məsələdirmi? Texniki bir səbəbdirmi? Texnikanın yorulmasından, metalın yorulmasından mı baş verdi? İnsan faktoru mu var burada? Dalbadal bu uçuşlar edən insanlar bəlkə yorğunluq səbəbidir. Bütün bunlar hamısı araşdırılandan sonra buna real qiymət verilməlidir. Xüsusilə informasiya cəhbəsində olan insanlar bu fikirləri sadəcə tirajlamalı deyirlər. Mən çox həyəcan keçirdirəm o məsələlərdən ki, bu cür məsələlərdən istifadə edib bizim qardaşlığımıza zərbə vurmaq istəyən qüvvələr yerindədirlər. Ətrafımızdakı qonşular da hər kəsə məlumdur. Bu hadisə baş veribsə, mütləq gözlənilməlidir ki, dövlət onun bu qara qutu açılsın. Təyyarənin bütün həyatı o bord bilgisayarlarında yazılır. Orada nə baş verir, mühərrikin vəziyyəti necə olubdur, nədən bu qəzaya uğrayıblar. İndi ehtimal söyləmək əlbəttə fikri çaşdırardı deyə mən daha çox o texniki səbəblərə meylənirəm ki, bu qədər uzun müddətdir istismar olunan bu təyyarə. Üstəlik, çox səbəblər ola bilər. Orada yükün bərkidilməməsi məsələsi haqqında danışılır, ola bilər. Yəni, ehtimal verirsiniz yəni. Əlbəttə, yəni bu təyyarənin qəzaya uğraması sadə səbəblərdən deyil, orada hər şey sığortalı vəziyyətdədir. Amma baş veribdir. İndi bizim yanlış qənaətlərimiz orada şəhid olmuş qardaşlarımızın ruhunu ağrıdır. Yəni, mən bunun tirajlanmasını istəmirəm.